Texnologiya uşaqlar üçün qadağa deyil, düzgün idarə olunan vasitə olmalıdır. Texnologiyadan düzgün istifadə vərdişi isə uşaqlıqdan formalaşmalıdır. Artıq biz uşaqlarda bir çox hallar görürük ki, telefon asılılığından uşaqlar ətrafdakı digər amillərə o qədər reaksiya vermir, diqqət göstərmir və yalnız telefonda vaxt keçirmək istəyir. Bu da ondan qaynaqlanır ki, internetdəki dayanmayan məlumat, informasiya axını, oyunlar və s. uşaqdakı dopamin sistemini stimullaşdırır və asılılığa səbəb olur. Valideynlər əslində bir çox əlamətdən uşaqlarda telefon asılılığını, internet asılılığını görə bilərlər. Məsəl üçün, uşaq diqqəti yayınır, hafizəsi pozulur, yuxu saatları pozulur və yaxud da ətrafdakı digər oyunlara və yaxud da real dostlara, real aləmə qarşı olan reaksiyalar azalır. Mütəxəssislər qeyd edir ki, uşaqlarda texnoloji asıllığın qarşısının alınması ilk növbədə valideynlərdən asılıdır. Onlar övladlarının internetdə keçirdiyi vaxtı izləməli, açıq söhbət aparmalı və texnologiyadan düzgün istifadənin yollarını izah etməlidirlər. Uşaqları virtual aləmdən uzaqlaşdırmağın ən effektiv yolu onları real fəaliyyətlərə yönəltməkdir. İdman, rəsm, kitab oxumaq, açıq havada oynamaq kimi fəaliyyətlər uşağın həm fiziki, həm də zehni inkişafına müsbət təsir göstərir. Hər bir valideyn övladının maraqlarını nəzərə alaraq onu müxtəlif yaradıcılıq və sosial fəaliyyətlərə cəlb etməlidir. Müasir dövrün tələblərinə uyğun olaraq valideyn kimi uşaqların internetdən istifadə etməsi, orada dərs vəsaitlərindən, internet resurslarından istifadə etməsi üçün nəzarətli olaraq uşaqlara telefonu veririk. Amma bu mənfi tərəfləri də çox olduğu üçün bu nəzarəti əldən buraxmırıq və çalışırıq ki, düzgün istifadə eləsinlər. Dərslərim telefon üzərində keçirildiyi üçün daha çox vaxt sərf eləyirəm. Təxmini gündəlik 8-9 saat və əlavə olaraq daha çox məlumat almaq üçün Google platformasından istifadə eləyirəm. Boş vaxtlarımda bəzi mobil oyunlardan da oynayıram, vaxt keçirdirəm və bu asılılığı daha azaltmaq üçün fərqli sosial şəbəkələrə vaxt limiti qoyuram. Telefondan dərslərim üçün istifadə edirəm. Əsasən oyun oynamağı belə çox xoş görmürəm telefonda. Google-dan əsasda, sosial şəbəkələrdə əsasən də Google-dan istifadə edirəm, YouTube-dan istifadə edirəm. Oyun oynasam da az oynayıram. Valideynlər özləri də telefon asılılığı barəsində mübarizədə telefona baxma müddətlərinə diqqət etməlidirlər. Uşaqlara real nümunə olmalıdırlar. Bilmək lazımdır ki, uşaqlarda əlamətlər əslində çox tez halda bizə görünür. Valideynlər bunu ilkin diqqət etməli və idarə etməyi bacarmalıdırlar. Telefon və internet asılılığı müasir dünyanın qaçılmaz problemi olsa da, düzgün yanaşma ilə onun qarşısını almaq mümkündür. Çünki bugünün uşaqları sabahın qurucularıdır. Sahil Əliyev, Tərlan İbrahimova, Cəmil Məhərrəmov, NTV Xəbər.